Uşağım 2 yaşındadır. Baba nənə sözlərindən başqa danışmır. Gəlsinmi? Gəlsin. 2 yaşlı uşaq ən azı 20-30 söz bilməlidir və bu sadə ifadələri, sözləri birləşdirib cümlə qurmalıdır. Əgər bu övladınızda hələ də formalaşmayıbsa, bu nitq ləngimasının əlaməti ola bilər. 4 yaşında oğlum yazı yaza bilmir. Gəlsinmi? Gəlməsin. 4 yaşlı övladı olan ailələrdən istək uşağın uzun cümlələr qurması, fikrini aydın ifadə etməsidir. Əgər yazı bacarıqları hələ də formalaşmayıbsa, məktəbə qədər yaşında formalaşacaqdır. Qızımın 3 yaşı var. Yaşıtları ilə ünsiyyətdən qaçır. Oyuncaqlara qarşı istəksizdir. Tək oynamağı sevir. Gəlsinmi? Mütləq gəlsin. Bu bacarıqlar uşaqlarda autizm əlamətlərinin tərkibinə daxildir və yaxud da sosial bacarıqlarında zəifləmə deməkdir. 5 yaşlı oğlum hələ də geyimlərini geyinə bilmir. Köynək və şalvarını mən geyindirirəm. Gəlsinmi? Gəlsin. Uşaqlar 5 yaşında sadə özünəxidmət bacarıqlarını yerinə yetirməlidirlər. Əgər bu bacarıq hələ də formalaşmayıbsa, incə motorda və yaxud da ümumi ləngilikdən xəbər verir. Uşağım çox enerjikdir. Bir yerdə dayanmır. Qaçır, hoppanır. Gəlsinmi? Gəlməsin. Bu uşaqlıq enerjisi adlanır. Əgər sosial mühitdə, bağçada, məktəbəqədər dövrdə hər hansı bir kənardan şikayət gəlmirsə, bu normal enerji sayılır, gəlməsin. 6 yaşlı oğlum hələ də hərfləri tanıyıb adlandıra bilmir. Gəlsinmi? Gəlsin. Bu öyrənmə çətinliyinin əlamətləri içərisindədir. 6 yaşındakı uşaqlar hərfləri tanımalıdırlar, sadə səsləri ayırd etməlidirlər. 3 yaşında övladım qələm tutmağı bacarmır. Gəlsinmi? Gəlməsin. 3 yaşdakı uşaqların hələ kiçik motorikasının inkişaf dövrüdür. Nə edə bilərsiniz valideyn olaraq? Rəngləmələrlə, oyun xəmirləri ilə motorikasını gücləndirə bilərsiniz. 10 yaşlı qızım qonaq getməyi və bizə qonaq gəlməsini sevmir. Utanır, otağından çıxmaq istəmir, başını aşağı salır, heç kimlə danışmaq istəmir. Gəlsinmi? Gəlsin. Asosiallığın və ya davranış çətinliyinin əlamətləri içərisindədir. Gələcəkdə böyük fəsadlar verməməsi üçün psixoloji yardım vacibdir. 5 yaşlı qızım çox utancaqdır. Yalnız mənimlə danışır. Çölə çıxanda heç kimlə ünsiyyət qurmur. Gəlsinmi? Gəlsin. Burada selektiv mutizm dediyimiz seçici ünsiyyətin əlamətləri var. Psixoloji dəstək qısa müddətində həlli deməkdir. Uşağım televizora baxmağı çox sevir. Gəlsinmi? Gəlməsin. Bütün uşaqlar, bütün insanlar televizora baxmağı çox sevirlər. Limitli saydadırsa əgər müddət, psixoloqa ehtiyac yoxdur.